Salam balaca rəssamlarım və rəssamlığa marağı olanlar, bu günləri sizin əl işlərinizə baxıram və dediyim kimi artıq davamlı formada video atıram. 2 gündən bir də sizin əl işlərinizə baxıram. Yəni məyus olmayın, demin ki, müəllimə mənim əl işimə baxın. Yox, hissə baxıram. Videonun dəqiqəsini uzatmamaq məqsədi ilə, həm də siz üçün də sıxıcı olmasın deyə və videonu sona qədər izləmədiyinizə görə ona görə dedim ki, bu formada olsun, ev yoxdur, amma axır əvvəl o icmaldakı bütün şəkilləri qutaracağam inşallah deyirəm. Çünki günü-gündən artıq bu yaxşı bir şeydir. Amma yəni inşallah yaxşı olar. Çox da uzatmayaq, ilk işimizdən başlayaq. Salam müəllimə, 15 yaşım var. Yaşındayam. Bunları çəkmişəm. Baxa bilərsiniz. Əlbəttə ki, indi hal-hazırda baxıram. Kursa falan getməmişəm. Uşaqlıqdan şəkil çəkməyə həvəsim var idi elə. Bax, uşaqlıqdan həvəsim var. Çox qəşəng bir şeydir. Yəni bunu davam elətdirmən də çox qəşəng bir şeydir. Çünki əksər insanlar nə edir? Adicə bizim kanalı götürür uşaqlar. Bizim kanalda məsələn, mənə deyirlər ki, hə sən uşaqların işlərinə baxırsan, hə nə mənası var? Hə kim səni izləyər? Ayda belə, elə o qədər mənfi rəy yazanlar, yəni deyən deyək də, Instagram olsun, başqa platformada, YouTube-da o qədər də yox. Çünki siz ürəksiz ona görə və buna görə də məyus olmamaq lazımdır. Sən bir şey eləyirsənsə, onun peşəkar olmaq məcburiyyətində deyilsən. Söhbətimi oradan bura gətirirəm. Nəyə görə? Çünki məsələn, mən sizin əl işlərinizə peşəkar kimi yanaşmıram. Ay deyirəm, bu safdır, o safdır, get, sən əlinə karandaş götürmə, sən bu sənəti, nə bilim, nə edirsən, heç nə sən də öyrənən deyilsən. Bunu demərəm ki, əlbəttə ki, mən bir müəlliməm, mən inşa etməliyəm, dağıtmamalıyam. Söhbət ondan gedir və qətiyyən çəkinməyim. Əl işlərinizi atın. Yəni mənim şeyim budur. Yəni hobbidir, hobbi kimi çəkə bilərsən. Sən rəssamlığa həvəsin var, sən bizlərdənsən də. Yəni sən sırf rəssam olub bu peşəyə yiyələnmək məcburiyyətində deyilsən. Bu hobbi kimi də yanaşa bilərsən. Söhbətimi oraya gətirdim və əl işlərinə baxın. Mən birinci şəklini bəyəndim. Biri Alişə oxşuyur. Sadəcə gözəl. Dediyim kimi, hə, qaydalara əməl etsən, daha da peşəkarlaşa bilərsən də, daha da, yəni bir dənə söz var, rəssam təkcə siz deyirəm də, yəni rəssam olmaya bilərsiniz, amma sizin o intuisiyanız var da, o estetik sözünüz var. Məni sevindirən də odur. Zaten bizim məqsədimiz onu uşaq yaşlardan uşaqlara aşılamaqdır. Və siz də bunu görəndə mən daha çox sevinirəm. Və əl işim də çox qəşəngdir, portret işləri, amma mən sənə həmişə dediyim kimi hissələri çək, sonra portretə başla. Çünki burada baxsan gözlərdə problem var. Biri çox qəşəng işləmirsən. 15 yaşa görə portret çox qəşəngdir. Yəni özün, sırf öz üzərində işləmisənsə superdir. Yəni motivasiyadan salmaq üçün bunu qətiyyən demirəm. Bizə baxın. Salam müəllimə, bunu bugün çəkdim. 12 yaşım var. Ümid edirəm ki, baxarsınız. Hal-hazırda baxıram. Çox qəşəngdir. Əl mən çox xoşuma gəldi bu arada. Əl zorda. Belə saxlayıb da, hə. İndi siz tərəfdən fərq görürsünüz. Çox qəşəngdir. Hoşuma da gəldi. Neçə yaşım? 12 yaşım məncə çox əladır. Sketchbook'um da çox qəşəngdir. Qalan şəkilləri də atarsan. Salam müəllimə, 12 yaşım var. Mənim heç bir rəsm çəkməyə həvəsim yox idi. Amma getdikdə sizə baxmağa başladım. Yəni getdikcə sizə baxmaya başladım və həvəsləndim. Bir neçə rəsm kursuna getdim. Sizə baxdım, həvəsləndim və çəkməyə başladım. Və sizə çox təşəkkür edirəm. Sizin sayənizdə gözəl şəkillər çəkirəm artıq. Bunların başlanğıc ola bilər, amma getdikcə daha gözəlləri olacağını ümid edirəm. Sizi çox sevirəm, nə yaxşı ki varsınız. Adım Nuraydır. Sən sağ ol Nuray, sən nə yaxşı ki varsan. Mən çox bəyəndim. Bu şey çox qəşəngdir, maral. Maral gedir, ceyran. Maralın boynu zorulur. Bu ceyrandır, çox qəşəngdir. Gözləri falan ağladır. Əllərə sağlıq, həqiqətən çox qəşəngdir. 12 yaşa görə məncə wow-dur da, yəni. İndi digər işimizə baxaq. Bu işimizdə nə var? Salam müəllimə, necəsiz? Çox sağ ol, yaxşı olasınız. Bu şəkil keçən il çəkmişdim. Sizcə necədir? Çox qəşəngdir. Sən ümumiyyətlə anime falan çox qəşəng çəksən və mən buna bayıldım. Həqiqətən çox qəşəngdir. Zordur da, yəni. Geyimi olsun, mən mavi rəngi çox xoşlayıram. Yəni mavi rəngdə olan hər şey məncə çox qəşəngdir, çox gözəldir, gözləri falan. Sanki Pinterestdə şəklə baxıram da, o dərəcə qəşəng çəkmisən də, həqiqətən əhsən sənə də. Salam Tərənə müəllimə, bəlkə də məni tanıyarsınız. Mən Səriyə, adı tanış gəldi, həqiqi adı tanış gəldi. Başqa telefondan yazıram. Həm də 2 dəfə videonuzda yer almışam. Birinci işi meyvələrdir, ikincisi keçmiş fransız qadın geyimidir. İkisi də qəşəngdir, amma mən meyvələri daha çox bəyəndim. Yaşı neçədir? İnansan Səriyənin yaşı yadımda deyil, adı yadımda, yaşı yadımda deyil, təəssüf ki.
Mən meyvələri daha çox bəyəndim. Biraz işıq kölgədir. Fikir verirsən, flomasterla işləyib. Mən də balaca vaxtı flomasterla işləyirəm. Mən akvarellə kursa getdikdə tanış oldum özdə. Yəni akvarel işləmirdim. Ancaq flomaster. İndi flomasterla qəti işləmirəm. Bəzən sizdə atıram sketchbookda onunla işləmirəm. O da mənə hədiyyə etmişdilər deyə. Bu məlumatı niyə bölüşdüm? Boş verin. Aha, salam müəllimə. Xəticədir. Aha, Xəticə 11 yaş, telefonda çəkdikdə biraz pis düşdü. İnanırsınız, mənim başıma da gəlir bu. Fikirləşir, portret işləyirsən, sifarişdir. Və müştəri atırsan şəkli. Başlayır mırıldanmaya. Deyir ki, bu nədir, axı oxşamır falan. Uşaqlar, mənim telefonum çox da wow çəkmir. Yəni Samsung'dur da. Samsung əslində yaxşı çəkir, amma məndə 24-dür də, son model deyil də. Atıram. Samsung nəsə, məsələn, yaşlı bir insandır, onun qırışına belə dartdırır onu, şey eləyir, gözəllik qatır, beauty qatır, nə bilim, neyini. Amma portretə həmin insan əlini artıq verir, hə? Baxır, deyir, bəs şəkildəki kimi görsəm, mən də ona başa salmaya çalışıram ki, mən şəkli sizə göstərim, belə atıram. Yəni bu göründüyü kimi deyil də, realda daha qəşəngdir. Həm həqiqətən elə olur. Deməkdə indi. İndi sən işinə baxaq. Birinci işini çox bəyəndim, həqiqətən çox qəşəng. Digərləri də qəşəng, amma bunu daha çox qəşəngdir. Yəni muskalatı falan. Və altda böyründəki nədir? O mən bilmədim. Yəni siz də görəcəksiniz. Altda həmin o muskalatın altında spritka. Nə biçim ondan adını deyə bilmirəm. Spritka. İnşallah bildiniz nə dedim. Mən yargılamayım. O çox qəşəngdir. Altındakini bilmirəm nə idi, amma həqiqətən qəşəngdir. Əllərə sağlıq. Salam müəllimə, 14 yaşım var, hobi olaraq məşğul oluram. Hobi olaraq məşğul olursan, çox da qəşəng və ortadakı şəkli çox bəyəndim. Həqiqətən çox. Qıraqda modelləri işləyib, okey, o da çox qəşəngdir. Şövalyenin o qılıncı tutulu belə çox qəşəngdir. Hətta işıq kölgədə var. Böyründə nə yazılıb? İndi buradan kompüterdən baxdığıma görə baxmışdım, nə olur da, niyə olub? Bir də yaxınlaşdım. Yox, bulanıqlaşdı. Bilmirəm. Hə. Qəşəng, maraqlıdır. Uşaqlar, həqiqətən yayda necə çəkirsiniz, istidir, həqiqətən çox istidir, ölürük istidən. Salam müəllimə, 14 yaşım var, heç bir rəsm kursuna getməmişəm, yenə rəsm kursuna getməmiş biri. Özüm hobi kimi çəkirəm, məşğul oluram. Heykəl rəsmi ilə ilk çəkdiyim heykəldir. Əslində heç vaxt cəhd etmədim. Pis çəkirəm deyə sizcə necə alınıb? Bax, İlk dəfəyə məncə yaxşıdır. Neçə yaşım var? 14 yaşım var. Heç vaxt demək ki, pisdir. Sən buna hobi kimi yanaşırsan, sənin qabiliyyət imtahanı falan yox. Yəni qəşəngdir, pis deyil. Sadəcə Diananın məsələn bu hissənin xoşuma gəldi. Sadəcə üzdə problem olub. Burun yerini okey təyin etmisən, amma gözlə burun arasındakı bu məsafə var ha. Çox belə uzağa aparmısan, əyilmisən, sifəti belə gedib, amma işin belə qəşəngdir ha. Qıraqda da biraz siz özünüzdə görürsünüz, Davidin gözüdür. Biraz Davidi çox qaraltmışsın. Amma məncə 14 yaşında məncə qəşəngdir. Uşaqlar, rəsm kursuna gedib də belə çəkə bilməyənlər var. Xəbəriniz var yəni. Qabiliyyətə gedib kəsilir. Sonra deyir ki, mənim balımı kəsilir. Uşaqlar, eləməyində də çox çalışmaq lazımdır. Yəni qabiliyyəti də küçümsəməyin. Məsələn 2 ay qalıb deyir mən qabiliyyətə keçsəm keçərəm. Hə, keçərsiniz belə. Nəsə. Çalışmaq lazımdır. Əgər bu sənəti sən istəyirsənsə, heç olmasa bir ilə getdəsən, heç olmasa 6 ayda oxuyanda, yəni. Aha, necədir? Yaş 16 yaşa görə çox qəşəngdir və mən sən bu şəklini SS edib götürəndə ən xoşuma gəldi cəhət imza mənə çox xoşuma gəldi. Çox maraqlı bir forması var. Həmin bu aktyoru da çox qəşəng işləmirsən, eynək biraz əynisən, okey, amma oxşatmışsan, ha, çox qəşəng. 16 yaşa görə məncə əladır, yəni superdir. Əhsən. Və bu balaca qızımızın da YouTube kanalı var. Adından görəcəksiniz, profil daxil olarsa görəcəksiniz. Çox da qəşəng əynişləri paylaşır, dəstək olar, həqiqətən. Belə kanallar görürəm, xoşuma gəlir. Çünki özümüz də rəssamın qədrini rəssam bilər, yoxsa əziyyəti çəkənmi bilər. Aha, salam müəllimə, yaş 10 nə idi? 17, yaş 17, bir də çiz atıb. Maraqlıdır. Kimdir görsən bu ikisi? Aktördürlər bunlar. Oxşatmadım, amma maraqlı işləmişsən də. Yəni yəqin hobi olaraq məşğul olmuşsan, çox da qəşəngdir, maraqlıdır. Saçları xoşuma gəldi oğlanın. Amma kaş böyründə kimi çəkdiyini də şeyləsəydin, baxardıq oxşarlığına, xoşuma. Çünki indi bu dəqiqə oxşada bilmədim.
İndi digər işimizə baxırıq və salam müəllimə, necəsiz? Adım Aytəkindir, 13 yaşım var və bunları sizə atdım. İnşallah bəyənərsiniz. Bu arada kanalımı çox sevərək izləyirəm. Kanalına, mənim kanalıma çox təşəkkür edirəm. Xahiş edirəm, hamısını qoyun lütfən, please. Quzum, hamısını qoysam başqalarına haqsızlıq olar. Çünki həqiqətən haqsızlıq olar, istəmirəm belə olsun. Amma əl işlərinə mən özüm bir baxmışam və ən birincisi var, həmin o görürsüz, quşdur, su içir. Hələ içməyib, içməkdə içəcək inşallah. Damlayır, o çox xoşuma gəldi. O suyun o yaratdığı dağlar falan çox qəşəng tonlamışsan, xoşuma da gəldi. Əladır. 13 yaşa görə məncə çox qəşəngdir. Əllərə sağlıq. Salam müəllim, mənim 14 yaşım var və artıq 4 ildir ki, rəssamlığa gedirəm. 4 ildir. Bəzi axırlarda rəssamlığa gedənləri görürəm. Burada gördüyüm portretin hamısını bu il çəkmişəm. Sizi çox sevirəm. Rəsmləriniz həqiqətən çox bəyənirəm. Çox sağ ol. Qurban, mən də sənin əl işlərindən atı seçib götürmüşəm. At çəkmək asan deyil uşaqlar. Həqiqətən asan deyil. Mən hətta burada bir dənə işim var. Atı xoşuma gəlmədi, qaraltdım. Onun üstünə bilmirəm nə çəkim. Sizlərlə bununla bağlı bir vlog çəkmək istəyirəm ki, uşaqlar görsən nə çəkim. İcmalda da atarım, sonra başlayarım çəkməyə və onu vloglayarım. Başıma nə gəlir, bir gündə çəkə bilir miyim? Elə bilim, onu hamısını eləyəcək. Və bu atı çox bəyəndim. Yağlı boyayla işləyib. Çox qəşəngdir. Keşke böyürdən çəkməsəydim. Düzdən belə baxardıq profildən. Çox qəşəngdir, əladır. Digər işlərinə də baxdım. Çox qəşəngdir. Tonlamanı da öyrənmişəm. Neçə yaşım var? 14 yaşım var. 10 yaşdan bari gedirsən də, yəni. Nə olmaq istəyirsən? Dizayner. Yoxsa təsvimcisən, tez. Dizayn deməsən alır, ürəyim xarab olacaq. Kimi dindirirsən, deyir dizayner olmaq istəyirəm. Açmadım. Salam müəllimə, neçə vaxtdır şəkil ata bilmirəm necədir və neçə vaxtdır mən də sənin şəklinə baxa bilmirəm. Maşın işləyib, maşın bilmirəm hansı markadır. Böyürdəki Ford'dur, bu isə BMW-dir, logosundan bilmirəm. Maşınlardan əlaqəm o qədər 000. Maşın çəkməkdən zəhləm gedir. Heç kimi xətrinə zad dəymək istəmirəm, amma maşın çəkməkdən zəhləm gedir. Amma sən çox qəşəng işləmişsən, xoşuma da gəldi. Qələmlə işləmişsən, maraqlı da işləmişsən. Sonra maşın çəkinmi? Siz desəz çəkərəm, başqası desə yox. Qardaşım zorla deyib ki, sən maşın çəkə bilməzsən falan deyirdi. Mən də çəkdim. Bu böyürdə şəklini falan qoyaram. Necə? 3 dəfəsində də bu maşını işləmişəm. 07 gedir desən, 07 deyəsən özü. Hər nəsə, bu qədər idi uşaqlar. Əl işləriniz həqiqətən çox qəşəngdir. Bu dəfə az oldu. Hal-hazırda video 17 dəqiqə oldu. Bilmədim, kompüterdən baxdım deyə şəkildə 2 saat açdı. Ümid edirəm video sizin maraqlı olmuşdur və növbəti videoda sənin də şəklin ola bilər. Sən də öz əl işlərinə bax. Burada peşəkar olmağına ehtiyac yoxdur. Burada biz rəssamlığı sevən, seçən və daim öz vaxtını, asudə vaxtını düzgün formada dəyərləndirən insanları. Digər videolarda görüşənədək hələlik səni çox sevirəm. Gecən xeyrə. Yəni gecə də baxmaya bilərsən bu videoya. İndi bilmədim gecən xeyrə. Gecə baxırsansa gecən xeyrə, günorta baxırsansa günortan xeyir, səhər baxırsansa sağlığın xeyir. Nəysə uşaqlar, bağlayıram. Gecə bilmirəm nə dedim. Öpürəm sizi.